Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Allah'ın salamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslami İlimler Mektebi Ərəb Dili Dersleri silsilesine her biriniz hoş gelmişsiniz. Bugünkü dersimizin mevzusu cəmi təksir gəliblerinden fəaletun gəlibi ve bir neçə gəlib olacaq. Biz sizinle daha önceki derslerimizde cem formasını öğrenmiştik. Cem formalarından cem-i müzekker salim yani kişi cinsli isimlerin cem halini öğrenmiştik. Bunlar muslimun kelimesinin muslimune ve muslimine şeklinde olmasıydı. Kadın cinsli isimlerin cem halı ise yani cem-i müennes salim formasını ise muslimetun, muslimatun halında olduğunu, bu şekilde cem halına salındığını öğrenmiştik. Ve üçüncü bir cem kategorisi olan cem-i teksir veya kırık cem, sınık cem adı verilen bir cem olduğunu ve bunların sabit bir gəlibinin olmadığını demiştik. Onlarla gəlib var ki, kelimenin cem halinde olduğunu ifade edir. İndi ise bu cem gəliblerinden bir neçəsini daha göreceğiz. Bunlardan birincisi faaletun gəlibidir. Müfrət bir sözü faaletun gəlibinə salarkən hansı dəyişikliklərin baş verdiğini yaxşıca müşahidə etmemiz lazımdır. Aşağıdakı nümunədə də hansı hərflərin əlavə olunduğuna, hansılarının ixtisar edildiğine ve hansılarının hansı şəkildə dəyişdiyinə diqqət yetirmemiz lazımdır. Aşağıdakı örneğimizi müşahidə eləyək. Dalibun, dalabetun. Faaletun gəlibində cəm ifade etti. Dalibun, talib yani talebe demekti. Birinci harfimiz olduğu kimi yani fetheli halıyla yazıldı. Burada elif var. Bu atıldı. Cem halında bundan istifade etmedik. İkinci harfimiz lam harfi fetheli olarak yazıldı. Üçüncü harfimiz o da eyniyle fetheli olarak yazıldı ve kelimenin sonuna t-i merbute elave edildi. Dikkatinize çatdırım ki dalibun kelimesi kişi cinsli bir isimdir. Müfredi kişi cinsli bir isim olan dalibun kelimesi dalabetun yani faaletun gəlibinə salındığında, qırıq cəm halına salındığında bu da kişi cinsli bir cəm kelime olmuş olur. Buradaki t-i merbute sizi yanıltmasın. O faaletun gəlibini ifade etmek için gelen bir hərfdir. Yani dalabetun kelimesinin sonunda müenneslik t'si var. Bu kadın cinsli bir isimdir demeyeceğiz. Dalabetun kelimesi dalibun müfret bir kelimenin cem halı olduğuna göre ifade ettiği mənada aynı şekilde kişi cinsli cem mənası olacaq. İndi isə qırıq cəm gəliblərindən faaletun gəlibi haqqında örnəklərimizə baxaq. Birinci örneğimiz kahinun kelimesi. Birinci harfimizi olduğu kimi yazırdıq ve fetheli olarak işaretleyirdik. Elif harfini atıp ikinci harfimizi de fetheli olarak yazırıq. Üçüncü harfimizi de fetheli olarak yazdık ve sonuna t-i merbuteni elave ettik. Okunuşu kahinun, kehenetun. İkinci örneğimiz hafizun kelimesi. Hafizun kelimesinin faaletun gəlibindeki forması hafazatun olacak. Gördüğünüz kimi 3 harfin her biri de fetheli oldu ve sona bir t-i merbute elave edildi. Ərəb dilində bir kelimenin bir cəm halı olacaq diye bir şey yoktu. Yani Azerbaycan dilinde bir kelimenin sonuna larlər şəkildə əlavə ettiğimizde o kelimenin cəm formasını əldə edirik. Ancaq ərəb dilində bir kelimenin birden çox cəm forması olabilir. Məsələn, hafizun kelimesini vavnu şəkildə əlavə eləyərək hafizune cəm halını əldə edə bilərik. Eyni şəkildə hafizun kelimesini az evvel ezberlediğimiz üzere hafazatun gəlibinə saldığımızda yine bir koruyanlar mənasında cəm mənasını əldə etmiş oluruq. Bu ikinci halı oldu. Ve eyni şekilde hafizun kelimesinin daha önceki derslerimizde kırık cemde gördüğümüz bir cem halı daha var idi. O da
huffazun. Bu da üçüncü formasıdır. Yani hafizun kelimesi üç farklı halda cəm halına salınabilir. Bu Ərəb dilinin zənginliyidir. Derslerimizin formatında nümunələrin, örnəklərin üzərində çox durmağımızın səbəblərindən birisi də elə məhz budur. Yəni siz kəlmə bazanızı genişləndirməniz və örnəklər üzərində dərsi yaxşıca qavramağınız üçün bu formatı davam etdirməyə çalışırıq. Qırıq cəm qəliblərindən daha əvvəl bəhs etmişdik. Təqribən 9-10 qəlib görmüşdük. Ancaq bu yetərli deyil. Bu qəliblərin çox olduğunu vurğulamışdıq. Əlimizdən gəldiyi qədər də nə qədər çox qəlib öyrədə bilsək, o sizin üçün də faydalı olacaq. Bugünkü dərsimizin ilk qəlibi isə fəalətun qəlibi idi və ikinci örnəyimizin oxunuşu hafizun, hafazatun. Kafirun, keferatun. Eyni şəkildə kafirun kəlməsi də kafiruna birinci hal. Kafirun kelimesini daha önce kuffarun şeklindeki cəmini de öğrenmiştik ve bugün üçüncü bir cəmini daha öğrenmiş olduk. Kafirun, keferatun. Buradaki te-i mərbutə sizi yanıltmasın. Müfrədində te-i mərbutə yoxdur və bu keferatun kelimesi kişi cinsli isimdir ve mənası da kişi kafirler mənasındadır. Amilun, ameletun. İşçi, işçiler. Amilun kelimesi ummalun şəklində cəm halı da var idi. Və siz dəftərinizə yazarkən artıq mən təsəvvür edirəm ki, siz amilun keliməsini daha öncə ummalun şəklində cəm halını yazmışdınız. İndi isə bir işarət qoyaraq ameletun keliməsini də yazaraq bu iki cəmi bir arada əzbərləyəsiniz inşallah. Xadimun, xademetun. Gördüğünüz kimi hər üç hərfimiz də fəthəli oldu və sona bir te-i mərbutə əlavə etdik. Fəcirun, fəcəratun. Günahkar, günahkarlar. Abidun, abədətun. İbadət edənlər mənasında. Bu ibadət edən kişilər deməkdir. Te-i mərbutə qadın cinsli bir mənası olduğunu ifadə etmir. Bu te-i mərbutə buradaki cəm mənasını ifadə edir. Cahilun, ceheletun. Cahil, cahiller. Fasiqun, fesakatun. Əlifi attık. Hər üç hərfin hərəkəsini fəth olarak yazdık və sona da bir te-i mərbutə əlavə etdik. Sailun, səəletun. Dilənçi, dilənçilər. Bərrun, bəraratun. Ərəb dilində şəddənin o hərfdən 2 ədəd olduğunu gösteren bir işarə olduğunu biz daha önce vurgulamıştık. Bunu yazı dersleri başlığı altındaki derslerimizde de söylemiştik. Buradaki ra harfinin 2 ədəd olması buradaki şəddə ile alakalı bir mevzudur. Bərrun, bəraratun. Xainun, xavanatun. Müfrəddə bir həmzə var ve cəm halında bu vav olarak yazılmıştır. Bu ne demekti? Buradaki həmzənin əsli vav hərfidir və o cəm halında ortaya çıxıb. Bu biraz detay gerektiren bir mövzudur. İlerleyen derslerde biz daha ətraflı bu haqda məlumat verəcəyik inşallah. Bu derslerimiz birinci səviyyə Ərəb dili dersləridir. İnşallah bu səviyyə bitdikdən sonra ikinci səviyyə olarak Ərəb dili dersləri də çəkməyə çalışacağıq və orada daha detaylı məlumatlar veriləcək. İndi isə fəalətun qəlibi ilə əlaqəli məşqlərə keçirik. Müfrədləri verilən sözləri qaydasız cəm qəliblərindən fəalətun vəznində gətirərək qarşısındakı boşluğa yazacağıq inşallah. Birinci kəlməmiz sahirun. Qəlibimiz nə idi? Burada yazır fəalətun qəlibi idi. Fəalətun qəlibindəki hərflərin hər birinin hərəkəsi nə idi? Fəthə idi və sona bir te-i mərbutə əlavə eləyirdik. İndi isə burada onu uygulayaq. Sahirun, saharatun. Hamilun, hameletun.
daşıyan, yüklenen. Hamaletun kelimesi de daşıyanlar mənasında iki cinsli bir mənanı ifadə eləyəcək. Buradakı tə-i mərbutə sizi çaşdırmasın, dəfələrlə vurğulayıram. Hasidun, hasadətun, həsədçilər. Varithun kəlməsi birinci hərfimiz fəthəli olacaq, düz. Əlif hərfini atırıq, ikinci hərfimiz fəthəli, üçüncü hərfimiz yenə fəthəli və sona bir tə-i mərbutə əlavə eləyəcəyik. Varithun, varasətun. Mahirun, məharatun. Mahirun, məharatun. Gördüğünüz kimi bu cəm halının səslənməsi fəalətun qəlibinin səslənməsi ilə örtüşür. Mahirun, məharatun, fəalətun. Əkilun, əkeletun. Əkilun, əkeletun. Xazinun, xazənətun. Fəalətun qəlibi ilə əlaqəli məşqləri burada yekunlaşdırdıq. İndi isə digər bir cəmi təksir qəlibinə keçirik. O da fualəu vəznidir. Fualəu vəznində necə bir dəyişiklik olur? Müfrəd kəlməmiz alimun kəliməsidir. Birinci hərfimiz. Uzatmaları kəlmənin əslindən saymırıq. Ona görə lam hərfi ikinci hərfimiz, mim hərfi də üçüncü hərfimiz. Alimun kəlməsi fualəu qəlibinə salındığında birinci hərfimizdə bir dəyişiklik var, ötrü olub. İkinci hərfimiz təbii ki burada əlif hərfini, uzadan əlif hərfini atmışıq. İkinci hərfimiz lam hərfini fəthəli yazmışıq. Üçüncü hərfimizi də fəthəli yazdıqdan sonra iki hərf əlavəsi var. Birincisi hərəkətsiz bir əlif və ikinci də ötrəli bir həmzə, yəni əlif hərfi. Oxunuşu alimun, uləməu. Alimun, uləməu. Bu cəm formasının səslənməsi ilə bu fualəu qəlibinin səslənməsi bir-biri ilə örtüşdü. Fualəu, uləməu. İndi isə qırıq cəm qəliblərindən fualəu qəlibinin misallarına baxacağıq. Birinci örnəyimiz cahilun, cuhələu. Birinci hərf, ikinci hərf və üçüncü hərf. Birinci hərfimizi ötrəli yazırıq. İkinci və üçüncü hərfimizi də fəthəli yazdıqdan sonra bir əlif əlavəsi və ikinci də ötrəli bir həmzə, yəni əlif əlavəsi daha eləyirik. Kəlmənin oxunuşu cahilun, cuhələu. Aqilun, uqaləu. Burada sondakı əlavələri unutmayaq. Fualəu qəlibində kəlmənin əslindəki 3 hərfdən sonra 2 əlif var. Birincisi hərəkətsiz, ikincisi ötrəli, damməli bir əlifdir. Oxunuşu aqilun, uqaləu. Thəqilun, normalda bu kəlmənin ağır mənası var. Burada xoş söhbəti olmayan, sıxıcı, xoşa gəlməz kimsə mənasındadır. Cəm halındakı oxunuşu suqaləu. Rafiqun, yoldaş, dost deməkdir. Fualəu vəznindəki oxunuşu rufəqau. Gördüyünüz kimi iki əlavəmiz də burada yer aldı. Rafiqun, rufəqau. Səidun, suadəu. Birinci hərfimiz ötrəli, ikinci və üçüncü hərfimiz fəthəli və iki əlavəmiz də burada yerini aldı. Birincisi hərəkətsiz, ikincisi ötrəli bir əlif. Bu iki cinsli bir isimdir. Səidun. Cəm halındakı mənası da iki cinsli olacaq. Bu kəlmənin qadın cinsindəki oxunuşu səidətun, sevinçli bir qadın mənasında. Gördüyünüz kimi müfrədə
T-i mərbuta əlavə etdiyimiz zaman qadın cinsli mənanı yaratmış olduq və bu kəlmənin cəm halı səidətun şəklində olacaq. Yəni müənnəs bir kəlmə olduğuna görə cəm halı cəm-i müənnəs səlim oldu. Burada səidun kəlməsi müzəkkər bir kəlmədir. Bunu biz hər nə qədər səidunə ya da səidinə şəklində cəm müzəkkər səlim şəkilçisi cəm halına salmaq istəsək də, bu kəlmənin suadəu şəklində bir cəm halının, cəm formasının olduğunu da bilməyimiz lazımdır. Vəzirun vuzərau, şəhidun şuhədəu, qaribun qurabəu. Əlavə olunan hərfləri yaddan çıxartmayaq və hərəkə axışını da, hərəkələrin dizilişini də diqqətlə müşahidə eləyək. Qaribun qurabəu, kərimun kuraməu. Birinci hərfimiz ötrəli, ikinci və üçüncü hərfimiz fəthəli, üçüncü hərfdən sonra bir hərəkətsiz əlif və hərəkətsiz əlifdən sonra da ötrəli bir həmzə. Nəbilun nubələu, əminun umənəu. Birinci, ikinci və üçüncü hərflərimiz. Burada bir, iki və üçüncü hərflərimiz ötrə, fəthə, fəthə və sonrasında hərəkətsiz əlif, sonrasında ötrəli bir həmzə. Bəliğun buləğau, azimun uzaməu. Pəltək və qalın bir hərf idi. Azimun uzaməu. Bəxilun buxaləu. Xa hərfi də qalın bir hərf idi. Yazı dərslərində bunu müşahidə edə bilərsiniz. Birinci hərfimiz, ikinci və üçüncü hərfimiz. Hərəkə dizilişləri eyni şəkildə hərəkətsiz bir əlif və sonrasında damməli bir həmzə. Qadimun qudəməu. Bəli, fualəu vəznində misalları görmüş olduq. İndi isə fualəu qəliminin məşqinə keçək. Müfrədləri verilən sözlər var. Biz onları fualəu vəzninə saldıqdan sonra boşluğa yazacağıq inşallah. Nə demişdik? Fualəu qəlibində birinci hərfimiz ötrə, 2 və üçüncü hərfimiz fəthə, üçüncü hərfdən sonra bir hərəkətsiz əlif və hərəkətsiz əlifdən sonra da bir ötrəli həmzə yazılır. Diziliş bu şəkildə idi. İndi bunu uygulayaq. Şairun şuarau. Birinci hərfimiz, ikinci və üçüncü hərfimiz fəthəli, sonra bir hərəkətsiz əlif, daha sonra da ötrəli bir həmzə. Şairun şuarau. Ədibun udəbəu. Birinci hərfimiz, 2 və üçüncü hərfimiz. Bunlardan sonra bir hərəkətsiz əlif və daha sonra ötrəli bir həmzə. Ədibun udəbəu. Fəqirun kəlməsi fuqarau. Fadilun fudalau. Birinci hərfimiz, uzatma hərflərini saymırıq. İkinci və üçüncü hərfimiz. Birinci hərfimiz ötrə, ikinci və üçüncü hərfimiz fəthə, daha sonra bir əlif, sonrasında ötrəli bir həmzə. Fadilun fudalau. Rahimun ruhamau. Cəbənun cübənəu. Fualəu qəlbinin səslənməsi ilə örtüşdü. Əmirun umerau.
Hatibun, hutabâ'u, fasihun, fusahâ'u, za'imun, zu'amâ'u. Birinci hərfimiz ötrə, 2 və 3-cü hərfimiz fəthəli, daha sonra hərəkətsiz bir əlif və sonrasında da ötrəli bir həmzə. İndi isə bu dərsin son qəlibi olan əf'iləu vəznini görəcəyik. Bu vəzindəki dəyişikliklər necə olacaq? Məsələn, sadiqun burada dost mənasında bir kəlmədir. Birinci hərfimiz, ikinci hərfimiz və üçüncü hərfimiz. Birinci hərfdən əvvəl fəthəli bir əlif yazılmışdır. Birinci hərfimiz cəzimli, ikinci hərfimiz kəsrəli, üçüncü hərfimiz fəthə və daha sonra fualəu vəznində olduğu kimi bir hərəkətsiz əlif və sonrasında ötrəli bir həmzə yazılmışdır. Oxunuşu sadiqun, asdiqau. İndi isə əf'iləu vəzni ilə əlaqəli misallara baxaq. Qaribun, aqribau. Dəyişikliklər necə idi? Birinci hərfimiz, ikinci hərfimiz və üçüncü hərfimiz. Birinci hərfimizdən əvvəl fəthəli bir əlif yazılır. Birinci hərfimiz cəzimli, ikinci hərfimiz kəsrəli və üçüncü hərfimiz fəthəli yazıldıqdan sonra hərəkətsiz əliflə ötrəli bir həmzə əlavə olundu. Oxunuşu qaribun, aqribau. Azizun, ə'izzəu. Gördüğünüz kimi burada şəddə hərəkəsi var. Şəddə bir hərfin 2 ədəd olması deməkdir. Müfrədində biz bunu müşahidə edirik. Z hərfindən 2 ədəd var və cəm halına salarkən bunlar şəddə ilə birləşdirilmişdir. Və kəlmənin sonunda tənvin yerinə nəyə görə biz sadəcə ötrə yazırıq? Bu detayı iləriki dərslərimizdə zikr edəcəyik inşallah. Ancaq siz fualəu bir öncəki vəzində olduğu kimi əf'iləu vəzninin də sonunun sadəcə tək bir ötrə ilə bitdiyini bilməniz indilik kifayət eləyir. Örnəyimiz azizun, ə'izzəu. Şədidun, əşiddəu. Birinci hərfimizin başına fəthəli bir əlif. Burada 2 dənə dəl hərfi var. Burada şəddə ilə birləşdirildi. Və üçüncü hərfimizdən sonra hərəkətsiz əlif, daha sonra ötrəli bir həmzə yazıldı. Şədidun, əşiddəu. Bəriun, əbriyəu. Habibun, əhibbəu. Gördüğünüz kimi 2 ədəd B hərfi var və burada şəddə ilə birləşdirildi. Yəni burada əhibbəu bu şəkildə yazıldığını biz görə bilərik. Ancaq burada şəddə ilə bu 2 B hərfi birləşdirildi. Habibun, əhibbəu. Nəbiyyun, ənbiyəu. Şəqiyyun, əşqiyəu. Başdakı və sondakı əlavələri diqqətlə müşahidə eləyək və axırdakı tənvin yerinə sadəcə tək bir ötrənin yazıldığını da unutmayaq. Şəqiyyun, əşqiyəu. Təqiyyun, ətqiyəu. Tabibun, atibbəu. Səriyyun, əsriyəu. İndi isə əf'iləu vəzni ilə əlaqəli məşqlərə keçirik. Müfrəd kəlmələri əf'iləu vəznində yazmağa çalışacağıq. Birinci örnəyimiz ğaniyyun. Ğaniyyun kəlməsinin əf'iləu vəznindəki oxunuşu əğniyəu. Birinci hərfimiz, ikinci hərfimiz və üçüncü hərfimiz. Birinci hərfdən əvvəl nə var idi? Fəthəli bir əlif var idi.
və birinci hərfimizi cəzmli yazırdıq. İkinci hərfimizi kəsrəli və üçüncü hərfimizi fəthəli yazdıqdan sonra bir hərəkətsiz əlif və daha sonra ötrəli bir həmzə yazırdıq. Ğaniyyun, əğniyəu. Zəkiyyun, əzkiyəu. Ləbibun, əlibbəu. Burada gördüğünüz eliflam bizim bildiğimiz eliflam artikılı değil. Bu kelimenin özündeki lam harfinin evveline biz hərəkəli yani fetheli elif əlavə ettik. Bu buradan meydana geldi. Yani biz bu labibun kelimesinin başına elif lam əlavə etdik demirik. Labibun kelimesini ef'ilâ'u qəlbinə saldığımız zaman oxunuşu əlibbâ'u şəklində oldu. Qaviyyun kelimesi aqviyâ'u. Üçüncü hərfdən sonra bir hərəkətsiz əlif ilə ötrəli bir həmzə əlavə olundu. Bunları unutmayaq. Qaviyyun, aqviyâ'u. Veliyyun, evliyâ'u. Zelilun, ezillâ'u. Gördüğünüz kimi birinci harfimiz zel harfidir. Zel harfinden önce fetheli bir elif əlavə ettik. İkinci harfimizi biz ef'ilâ'u qəlbinə salarkən sükundu, yani cəzimli yazırdıq. Ancaq burada kəsrəli olmuştur. Bu da özündən sonraki hərfin cəzimli olması ilə əlaqəli bir şeydir. İki dənə cəzim bir araya gəlməz. Ona görə əzillə'u şəklində oxundu və ikinci hərfimiz kəsrə ilə hərəkələndi. Safiyyun, asfiyâ'u. Səxiyyun, əsxiyâ'u. Səxavətli, əli açıq, cömert mənasında. Bu kişi cinsli bir ismin cəm mənasıdır. Və bu şəkildə biz üç qəlibin örnəklərini, məşqlərini bitirmiş olduq. Ümid edirəm ki, dərsimiz başa düşülmüşdür. Bu dərsimizdə biz daha öncə işlədiyimiz cəmi təksir qəliblərinə 3 qəlib daha əlavə etmiş olduq. Bunlar fəaletun qəlibi, fualâ'u qəlibi və ən son işlədiyimiz əf'ilâ'u qəlibləri oldu. Bu qəliblərdəki dəyişiklikləri yaxşı müşahidə eləyin və kəlmələri əzbərləyərkən qarşılıqlı olaraq həm müfrədini, həm də cəmi halını bərabər əzbərləməyə çalışın inşallah. Rəbbim hər birimizi müvəffəq eləsin, rızasına uyğun şəkildə yaşamağı cümləmizə nəsib eləsin. Gələcək dərslərdə görüşmək diləyilə. Hər birinizi Allah'a emanet edirəm. Esselamu aleykum və rəhmətullah.